Şəhidlərimiz 1-ci Qarabağ müharibəsi şəhidi, polis baş leytenantı, sinif yoldaşım, rəhmətli Bəhruz Hüseynovun əziz xatirəsinə. Siz bu vətən uğrunda canı qurban verdiniz, torpağı azad edib bizə örnək oldunuz. Aldınız bu vətənin ən böyük tacını siz, şəhidlik zirvəsində əbədi qalacaqsınız. Siz ey vətən yolunda candan keçən şəhidlər, borcumuz vardır sizə, şəhidlər, ay şəhidlər. Ayağın dəyən yerə başımızı əyirik, qanın tökülən yeri müqəddəs yer bilirik. Necə mübariz oldunuz, əyilmədiniz polad tək, dəmir yumruğunuzla aldınız bizə torpaq. Gör neçə bəhruz verdik, neçə rahib mətləblər, unutmaraq biz sizi, nakam gedən şəhidlər. Zərdablı zahidimiz oldu bir Qarabağlı, o qanlı döyüşlərə gedirdi gözü qanlı. Əldə zəfər bayraqla siz bizim ant yerimiz, ruhunuz indi şaddır, əfrail elşənimiz. Düşdünüz siz qabağa, vətən dardadır deyə, bizim münasibimiz gedirdi şəhidliyə. Hər evdə, hər obada, hər gün anılacaqsınız, nə qədər ki vətən var, daim yaşayacaqsınız. Gəl hər gün rəhmət deyək, şəhidlər ruhuna biz, Rasim, Rasim ver vətən borcu, vicdanın olsun təmiz, vicdanın olsun təmiz. Bu şeirin ideya müəllifi Qarabağ müharibəsi veteranı bacım oğlu Xalid Məmmədovdur.